Salam əziz həmvətənlərimiz, həmkəndlilərimiz, Ələsgərli kəndinin keçmiş sakinləri. Mənim bir dostum var, Kamera TV. Biz xahiş elədik, gəlib kəndimiz haqqında çəkilişlər eləmək istədik. Mən istəyirdim ki, bu çəkilişlə keçmiş həmkəndlilərim, Ələsgərli kəndinin keçmiş sakinlərini bir balaca sevindirək, görüşlərimiz haqqında məlumat verək. Elə biz çəkilişi Tatarlı kəndinin üstündə deməli Göydaş yolu deyirik. Oradan başladıq. Burada yəqin ki yadınızdadır. Bizim məhəllənin cəmaatı yaxşı bilir. Ora Allahverdinin isminin yeri idi. Bu tərəfdə İsmailin yeridir, Hidayət müəllimin yeridir. Sonra Xeyrullah dayının yeri idi. İndi buradan adı bələdiyyə yeri vardı. Biz buradan kəndimizin örüşlərini, kəndin içindən bir neçə sahəni çəkib sizə göstərəcəyik. Yəqin ki, köhnə xatirələr yadınıza düşəcək, bu sizin üçün. Mənə elə gəlir ki, bizim tərəfimizdən bir hədiyyə kimi olacaq. İndi biz buradan bu gözəl elə yerdə durmuşuq ki, qonşu Tatarlı kəndi görünür. Yadınıza gəlir da, Tatardan bizim kəndimizə yaxşı meyvə gətirirdilər. Gilas gətirirdilər, tut gətirirdilər. Yaxşı qonşuluğumuz var, indi çoxlu, xeyli deməli qohumluqlar inkişaf edib. Qızlar ərə gedib Tatarlı kəndinə, Tatarlı kəndindən qızlar ailə qurmaq üçün bizim kənddədirlər. Yəni qohumluq işlədirik, halal cəmaat olub, həmişə yaxşı dostlarımız var orada. İndi də Tatarlı kəndi qəşəng bizim üçün ən yaxşı halal cəmaatdır. O kənddən bizim yaxşı dostluqlarımız var. İnşallah kəndin başqa yerlərində çəkəcəyik. Buradan gedəcəyik. İstəyirəm gedək. Donuz damı deyilən yerdə 3 bulaq var. Həmən bulaqların suyunu çəkəcəyik, örüşümüzü bir neçə örüşü çəkəcəyik.